Azərbaycanda Silahlı Qüvvələr Günüdür. 26 iyun 1918-ci ildə Azərbaycanda Silahlı Qüvvələr Gününün əsası qoyulub. Məhz bugün ölkəmizin hərbi tarixində xüsusi və mühüm yer tutur. Azərbaycan güclü dövlətdir. Azərbaycanın güclü ordusu var. Güclü ordu dövlətimizin təhlükəsizliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün əsas təminatçısıdır. Bugün Azərbaycan ordusu regionda ən güclü ordulardan biri hesab edilir. 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycanın mərd oğullarını, silahlı qüvvələrimizi, eyni zamanda Azərbaycan ordusunu təbrik edirik. Və bu əlamətdar gündə vətən uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edirik. Qazilərimizə isə dərin minnətdarlığımızı bildiririk. Tarix yazan oğullar, bayramınız mübarək. Biz sizinlə fəxr edirik. Azərbaycan xalqı, Azərbaycan dövləti, Silahlı Qüvvələr Günün mübarək. Yaşasın qüdrətli Azərbaycan ordusu, yaşasın Azərbaycan əskəri, yaşasın müstəqil, qəhrəman Azərbaycan xalqı, yaşasın müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları. Biz fəxr edirik ki, Azərbaycanlıyıq.